Salam, xoş gördük hörmətli tamaşaçılar. Həkim nə deyir verilişi efirdədir. Hər vaxtınız xeyir olsun, sevimli və əziz tamaşaçılarımız. Bu gün də çox maraqlı bir mövzumuz var. Uşaq xəstəliklərindən danışacağıq, amma bundan əvvəl mənim heç yadımdan çıxmayan bir şeir bəndi deyəcəm. Canım gözüm ay nənə, çörəyi az ver mənə. Saxla meyvə payımı, şirin etmə çayımı. Bax bu sözlərin müəllifi tanınmış pediatr Aytən İsmailzadədir qonağımız. Xoş gəlmisiniz doktor. Necəsiz? Çox sağ olun Səidə xanım. Çox təşəkkür edirəm öncəki həm yadınıza saxlamısınız şeiri əzbərdən və dəvətinizə görə də çox sağ olun. Xoş gördük Zümrüd xanım sizə. Sabahınız xeyir olsun. Və aktual mövzudur bugünkü günümüzdə uşaq xəstəlikləri. Yenə də həmişəki kimi əsasən də elə qidalanmadan başladınız. Əslində xəstəliklərin də artmasının səbəbi pis qidalanmadır doğrudan da günümüzdə. Bəli, havalar soyuyur və uşaqlar tez-tez xəstələnir. Əlbəttə ki, narahat valideynlər də neynirlər? Həmən antibiotiklərə müraciət edirlər. Bəli. Xəstələnmə normal haldır. Yəni viruslar, bakteriyalar, göbələklər bizim aramızda yayılıb. Yəni uşaqlar da, böyüklər də, hətta yəni heyvanlar da, bitkilər də, bütün canlılar onlarla təmasdadılar və xəstələnməni biz normal qəbul etməliyik. Amma xəstələnmə nəticəsində ağırlaşma artıq narahat verici məqamdır. Bu zaman biz antibiotikə müraciət etməliyik. Bəli, valideynlərin səhvi nədir? Valideynin səhvi birinci növbədə odur ki, o səbirsiz olur, səbirsiz yanaşır və biz həmişə deyirik, 3 gün gözləmək lazımdır. Virus infeksiyaları da əlbəttə yayılan mövsümə uyğun olaraq virus infeksiyalarıdır. Və 3 gün bu virusun ömrü var. Əksər viruslardan söhbət gedir də, yəni yuxarı tənəffüs yollarımızı zədələyən, hansı ki, öskürək verir, hansı ki, boğaz ağrı verir, bəli. Körpə uşaqlarda qulaq ağrı verir və s. Bax, bu viruslar 3 gün ömrü var. 3 gün ərzində o uşağın hərarətini də qaldıracaq. O uşağın başı da ağrıyacaq, o uşaq yemək də istəməyəcək, halsız da olacaq və bütün bunlar tam normaldır. 3 gün ərzində biz ona antibiotik verirsək nə əldə edəcəyik? Biraz daha immuniteti zəiflədəcəyik. Qan ümumi analizində görürük ki, leykositlər çox aşağıdır. Yəni nə deməkdir? Leykosit bizim ağ qan hüceyrələrimizdir. Ağ qan hüceyrələri qanımızda düşən virusla, bədənimizə düşən virusla birbaşa mübarizə keçən hüceyrələrdir. Onlar azalıbsa, deməli onlar hansı bir güclü virusla mübarizə aparıblar. Bəli. Onlar bir ki, əskər kimi də döyüşüblər və həyatlarını itiriblər, amma bərpa olacaqlar yenə də, zaman lazımdır. Və həmin gündə, məsələn, uşağın hərarəti var, hansı mənə deyir ki, doktor, buna antibiotik vermək dedim, verə bilmərəm, leykositlər çox aşağıdır. Bəs nə? Yəni, gözləyəcək. Həmin müddətdə, bəli, virusla mübarizə üçün bəzi virus əleyhinə kimyəvi olmayan bir şeylər verə bilərik uşağa. Əgər uşaq lap yuxarı yaşdadırsa, yəni körpə yaşda risk qrupunda deyilsə, biz heç nə verməyə bilərik. Yəni çay, deyək ki, çoxlu bitki çayı, belə təbii şeylər, maye qəbulu və o dövrü gözləmək, hərarət yüksək olanda hərarət düşürücü. Yuxarı yaş uşaqlara heç onu da mən məsləhət görmürəm. Heç öz uşağıma vermirəm, başqalarına da heç rəva görmürəm də. Deyirəm gözlüyün heç nə olası deyil, deyirəm böyük uşaqda nə olacaq? Hərarət çox yüksəkdirsə? Yəni çox yüksək dediyimiz 39-dan yuxarı 40. Bəli. Əlbəttə onda verəcəyik də. Onda da bizim bir seçim preparatımız olmalıdır. Ancaq valideynlər nə deyir? Düşmür qızdırması deyir. Düşür. Yəni burada bax yalan danışmaq olmaz. Düşür. Məsələn, valideyn deyir ki, qızdırması var, indi mən ona 6 saatdan da içliyi oxuyur. Yazır ki 4-6 saatım. Amma bu demək deyil ki 4-6 saatdan bir verməlisiniz. Orada yazılır ki 4-6 saat ərzində ikincin vermək ki, hələ o bədəndədir. 4-6 saatdan sonra bu çıxacaq. Hərarət yoxdur, niyə verək? Və yaxud azdır, növbəti niyə verək? Və yaxud da ki, heç nə olmur uşağa, niyə verək? Yüksək hərarətdə, deyək ki, uşaq lap ancaq qıc olmaya meyilli uşaqdırsa, hərarətdən, febril qıc olması, onda lap 37 yarımdan verəcək öz dozasında. Artıq olmaz. İkinci bir səhvləri də nədir? Uşağa həm sirop verir, həm şamını qoyur, amma fikirləşmir ki, tərkibi eyni şeydir və doz artıqlığı baş verdi. Burada da bizim vacib orqanımız olan qaraciyər zədələnir. Dedik ki, qızdırma qalxır. Bəzi hallarda isə qızdırma düşür. Bax bu halda uşaqlar üçün valideynlər nə etməlidir? Bəli, düzdür, tamamilə doğrudur. Məsələn, yeni doğmuş uşaqlar infeksiyaya qızdırma ilə cavab verə bilmirlər.
Onlar düşməklə cavab verirlər. Hipotermiya deyilir buna. Məsələn, 1 aylıq uşaqdır ya 40 günə qədər hərarət yüksəlmək əvəzinə düşürsə, 35 ondan da aşağı və uşaq yemir, halsızdır, öskürür və s. bəli, narahat olmalıdır valideyn, mütləq həkimə müraciət etməlidir. Həkimə qədər isə uşağı bükməlidir, bələməlidir. Məsələn, bəli, istiqac qoymalıdır ayaqların arasına, yaxud evdə yoxdursa, plastik şüşəyə su, ilıq, isti su doldurub ayaqların arasından qoymaq. Amma yuxarı yaş uşaqlarda bu nə zaman baş verir? Uşaq virus infeksiyası keçirtdi, yüksək oldu hərarət, 39-40, 3 gün, 4 gün, 5 gün. Ondan sonra bir də görürsə ki, uşağın temperaturu düşüb. Uşaq soyuqdur, üşüyür, bəli, dodağın rəngi də solğunlaşıb, halı yoxdur, ölçüdür 34. Bu hipotermik vəziyyətdir. Bu özü də şok vəziyyətinə gətirə bilər. Çünki qan dövranı burada da pozulur. Bu halda yenə də birinci növbədə isti çay çizdirmək, isti qaclar qoymaq qucağına, sinəsinə, əsasən də sinə. Əgər görsək ki, orğana bükülür və s. ayaqlarını isti vannada eləyə bilərik. Bu ola bilən haldır. Yəni keçirilmiş virus intoksikasiyasından sonra, yüksək hərarətli günlərdən sonra hərarətimizi tənzimləyən mərkəzin sanki çaşmasıdır. Tənzimləyə bilmir, hələ özünə gəlməyib. Ona görə də düşüb aşağı temperatur. Və bunları eləyəndən sonra əgər görsək ki, yox düzəlmədi, onda müraciət eləyirik. Hərarəti bərpa eləmək üçün bədəndə mübadilənin sürətlənib bir şeylər istifadə olunur. Amma bu hal bir ayda 3 dəfə təkrarlanırsa, bağça yaşlı uşaqdırsa, bu halı gördüksə bağçaya qoymayacaq. Bəli, çünki gedir, yoluxur bir də. Biz imkan verməliyik ki, bərpa getsin, immunitetə bərpa getsin. Bərpa olmamış gedir, təzə virus düşür. Və hər dəfəsində biraz daha çox pis xəstələnə bilər, o ağırlaşa bilər. Çünki hər dəfəsində yeni virus zəifləmiş orqanizmə düşür. Ancaq məktəb yaşlı uşaqda biz onu dərsdən çox saxlaya bilməyəcəyik. O zaman biraz qoruyucu vasitələrlə göndərilir. Maska taxsın, daha yaxşı qidalansın. Xəstəlikdən sonraki astenik dövr deyə bir dövr var da. O dövrdə uşaq az yeyə bilər, iştahsız ola bilər. Amma buna baxmayaraq biz onu faydalı qidalandırmalıyıq. Yəni yemir deyib biz ona kalbasa, sosis verək, bir boşqab makaron versək, evdə otuzdurub saxlasaq, elə telefonla oynasın, bu cür sağalsın. Bu düzgün deyil. Fizik aktivlik olub. Bəli, reabilitasiya necə? Təmiz havada yerimək. Sadəcə, düzdür, çox yüklənmə vermirik, amma fiziki aktivlik, təmiz havada yürümək, ağciyərlərin açılması, təmiz oksigenin daxil olması bədənə və meyvə, tərəvəz bol yeməsi, karbohidratları az qəbul etməsi və vitaminli, bol minerallı, bol belə qidalanma və artıq bu deməkdir ki, biz onu növbəti virus gəlsə də bədəni bərpa eləmişik. Durmadan eynəkli uşaqların sayı artır. Bax, bunun səbəbi nədir? Çoxalmasının səbəbi birinci növbədə telefonun erkən olaraq uşaqların həyatına girməsidir. Genetikaya bağlı olan bağ boşluğudur. Deməli, bizim bədənimizdə olan əzələlər bağlar vasitəsilə bağlanır bizim sümüklərimizə və bu bağların materialı zəifdir. İndi deyəcəksiniz, gözün əzələyə nə dəxli var? Çünki o bağdan gözdə də var. Gözün billuru kiprikli əzələlərlə birləşir, yuxarıdan aşağıdan. O kiprikli əzələ isə birbaşa billura birləşmir, onun bağı var. Əgər bunun materialı zəifdirsə, orada da zəifdir. Yəni, əsasən bu uşaqlarda biz deyirik, deməli, birləşdirici toxumanın displaziyası, çatışmazlığı sindromu, hipermobil uşaqlar. O uşaqlara baxanda əlini çox arxaya verə bilirlər, barmaqlarını. Sonra onlar çox belə də, yəni yığılıb açıla bir hipermobil olurlar. Skalyoza meyilli olurlar. Valqus olur ayaqlarında, topuqlar içəriyə doğru əyilə bilir daha çox. Çünki bağlar boşdur. Və bundan da başqa ekokardioqrama zamanı biz onların ürəyində, ekokardioqrafiya zamanı prolaps, yəni mitral qapaqlarının da sallanmasını görür. Məsələn, birinci dərəcə trikospidal çatışmazlıq deyilir. Çünki onun da bağı boşdur. O da sallanıb. Gözün də bağları boş olanda miyopiya olur onlarda. Ümumi olaraq isə, bəli, ümumiləşdirsə isə bugünkü günümüzdə uşaqlar çox telefona baxırlar. Yaxına baxırlar, yəni. Zaten bu insanoğlu yaxına baxacaq məktəbə başlayanda. Yəni kitaba, dəftərə çox baxacaq. Ona qədər çox baxması, vaxtından qabaq gözün uzağa baxıb, əsasən də eynək taxırlar uzaq üçün. Miyopiya, yəni mənfi göstərir. Və o yaxına o qədər baxır, ancaq yaxına öyrəşmiş olur və uzağa baxanda gözün qıymalı olur və yaxud ona köməkçi kimi eynək əlavə olunur. Ancaq insan canlı olaraq bütün heyvanlara da aiddir bu. Ovdan ötürü baxırıq da uzağa, ovdan. Ovlamaqdan ötürü. Ona görə biolojik olaraq bizim gözümüz uzağı daha yaxşı görməyə hesablanıb. Yaxına baxmağı biz onu məcbur edirik. Məsələn, toxumaqdır, yazmaqdır, amma telefon artıq burada artıq bir şeydir.
vacib olanlardan bir kənar bir şey. Ona görə nə qədər yaxına baxsaq, o qədər biz uzağı yaxşı görməyəcəyik. Ona dəstəyə ehtiyacımız olacaq. Ona görə də uşaqlarda bu artır. Körpə uşaqlarda yaranan kəskin mədə-bağırsaq infeksiyaları var. Bəzən nəticələr çox ağır olur, ölümə də aparır. Səbəb nədir? Bəli. Nə qədər uşaq körpədirsə, o nə qədər çox susuzlaşsa, o qədər onun həyatı riski olur. Ona görə də əgər 1 yaşına qədər uşaqlarda bu halı görürlərsə, mütləq şəkildə tez həkimlə məsləhət edib vaxtı uzatmamaq lazım. Və maye verilməsi, məsələn, qusan, qaytaran, qarnına gedən uşaqlara yedizdirməməyə çalışmaq lazımdır. Amma maye itkisinin qabağını almaq üçün maye verilməlidir. Amma mayeni də çox vermək olmaz. Su yoxsa çay? Yox, indi su, sadəcə su, amma verəndə də onu qaytaracaq uşaq. Ona görə ona qaşıq-qaşıq verilməlidir. Çay qaşığını fasilələrlə 2 dəqiqədən 3 dəqiqədən bir qaşıq və ağızdan sorulacaq. Mədəyə düşməyəcək. Mədəyə çox düşsə yarım stəkan su, məsələn deyək də bir 100 qram su onu qaytaracaq. Bəli, çünki mədə spazm verib onu qaytaracaq. Bu həm ishallarda, həm qusmalarda eynidir. Amma yenə də deyirəm 1 yaşına qədər uşaqlara daha diqqətli oluruq, həkimdən məsləhət edirik. Daha yuxarı yaşlı uşaqlarda isə ishal səbəbi günümüzdə bağırsaq qripi dediyimiz kimi bir virus infeksiyalar, noroviruslar var, rotaviruslar var. Bunlar necə ki qrip, influenza yuxarı tənəffüs yollarını zədələyir, orada sel ifrazı görülür, burun axma, öskürə, eləcə də mədə bağırsağın siklik inşasını zədələyir və orada qusma və ishal şəklində görülür. Yəni ishal nədir? Bir toksin bədəndən atılması. Amma bu uzun çəkərsə, viruslarda qısa çəkir, deyək ki 3 gün, amma həmin müddət çox sürətli, belə intensiv ishal yaxud qusma uşağın susuzlaşmasına gətirə bilər. Yenə də həkim müdaxiləsi lazımdır. İtirilmiş maye ağız yolu ilə bədənə ötürülməsi kifayət etməzsə, vena daxili infuziyalar təyin olunur. Ancaq bəzi infeksiyalar da var ki, salmonelloz kimi ciddi bakterial infeksiyalar, hansı ki uzun çəkə bilər, antibiotiki verilməlidir bunun. Yenə hər bir halda su nəcis, selikli nəcis, qanlı nəcis və davam edən qusma, ishal mütləq şəkildə həkimə müraciətə əsasdır. Valideyn bunu özü evdə o dərmanı verin, bu dərmanı verin, vaxt itirməməlidir. Hər hansı bir infeksiya yoxdur bağırsaqda, amma səbəbsiz yerə uşaqda qəbizlik yaranır, daimi qəbizlikdən əziyyət çəkir və ya əksinə tez-tez diareya olur. Yəni tam sulu ishalın səbəbi hərarət də varsa, qusma da olubsa öncəsindən burada infeksiyadır səbəbi. Ancaq tez-tez ishala meylin Bəli, mən xəstəlikdən başqa. Deməli orada hətta kron xəstəliyi belə ola bilər. Ulserativ kolit ola bilər. Yəni bunlar ciddi xəstəliklərdir. Yəni təkrarlanan uzun müddət ərzində aradan götürülməyən qanlı, selikli, sulu, nəcis, bu da birbaşa həkimə müraciətə və hətta kolonoskopiya yolu ilə bağırsağın içərisinin incələnməsinə səbəb olan və ehtiyac olan bir durumdur. Ancaq bu ola bilər belə bir hallar olsun ki, məsələn ana deyir ki, uşaq nə yeyir, tez bayıra gedir. Nə yeyir, ağzına yemək qoyan kimi bayıra gedir, tez-tez də, yəni ishala meyllidir. İshala meylli isə ferment çaşmazlığından ola bilər, yediyi qidaların ona düşməməzliyindən ola bilər, fruktoza dözülməzliyi ola bilər, gluten dözülməzliyi, laktoza dözülməzliyi ola bilər, bəzi süd məhsullarından, meyvələrdən və s. Biz artıq onu incələyirik. Burada hər hansı bir infeksiya yoxdur, hər hansı bir autoimmun proses dediyim o kron, ulserativ kolit kimi ciddi xəstəliklər yoxdur. Ancaq deyək ki, qidaların çeşidlənməsi lazımdır. Bəs qəbizlikdə? Qəbizlikdə də qəbizlik mədə bağırsağın işləmək istəmədiyi bir durumdur və necə ki elə ishal verə bilər bəzi qidalar. O eyni zamanda qəbizlik də verə bilər. Yəni qidadan asıl. Bəli, daha çox. 98% halda qəbizlik funksionaldır. Yəni ki, bağırsaq qabağını kəsən bir maneə yoxdur, sadəcə işləmək istəmir. Ana südü yeyən uşaq da 10 gün çıxmaya bilər, bu normaldır. Qəbizlik sayılmır. Nəticədə yumşaq çıxır bayır. Amma böyük uşaq yumşaq çıxa bilməz axı 5-6 gündən sonra artıq bərkiyəcək. Bu artıq qəbizlik sayılır. Bu gətirib düz bağırsağın çatına səbəb ola bilər, orada gemoroidal düyünlərin çıxmasına səbəb ola bilər. Yəni gələcək üçün problem. Buna görə də mütləq yoxlanmalıdır. Əgər bu xroniki hal alıbsa və uşaq bir həftə 10 gün çıxmır, çox əziyyətdən çıxır. Burada rentgendən istifadə edə bilirik ki, yəni buna valideynlər öz başına yox, biz həkim olaraq təyin edirik ki, ola bilər uzun bağırsaq, xasigmadır və yaxud da Hirschsprungdur. Bunlar yəni anadan gəlmə bağırsağın uzun və geniş olmasından bağlıdır. Amma bu anadan gəlmə olduğuna görə uşaq əvvəldən belə gəlməlidir. Yəni ola bilməz ki, əvvəllərdə yaxşı olsun, sonradan pozulsun. Sonradan pozulan artıq funksionaldır və qidaya bağlıdır. Günümüzün çox zərərli tərkibli
paket məhsulları, gluten bolluğu, Yenə gəlib qidanı. bəli, yenə qidanın üzərinə dayanıb, bir də psixika. Bəli, bəli. Son zamanlar çox rast gəldiyimiz uşaqlardakı nitq pozğunluğu, yerimə pozğunluğu. Bax bunun səbəbi nədir? Çox təəssüf ki, bəli, çoxdur. Bunların isə səbəbi hamiləlikdən gəlir. Hamiləlikdən. Bəli, o sonradan yaranan bir şey deyil. Çünki uşaq danışmağa 1 yaşına qədər başlayır sadəcə öz dilində. Yəni mütləq biz başa düşək onu. 1 yaşına qədər artıq o 8 aylıq uşaq elə müraciətlə, elə hecalarla müraciətlə kiməsə nənə, babaya, evdəki böyük uşaqlara, baba, nənə o müraciətlə artıq onu danışmağıdır. Bu yoxdursa artıq problem var. Hətta Bəli, yəni 8 ayından biz ona diqqətli olmalıyıq. 8, 9, 10 aylarından. Emosiyalarına da fikir verməliyik. Hansı emosional sferadadır uşaq? Göz kontaktı qururmu? Bizim ondan münasibətdə belə də, yəni güldürüb eləyəndə o nə reaksiyadadır, öz aləmindədirmi? Çünki bilirsiniz ki, günümüzdə autizm spektr pozuntusu problemləri çoxdur uşaqlar arasında və bunun erkən aşkara çıxması, erkən üzərinə dayanılması, yəni prosesi biraz geri qaytara bilər də. Yenə də deyirəm, hamiləlik dövründən gəlir və bugünkü gündə mən pediatr kimi bir vətəndaş olaraq da o sarıdan narahatam ki, biz daha çox mövcud olanları müalicəsi ilə çaba göstəririk. Mərkəzlər açılır və s. Nəinki qarşısını almaq. Qarşısını almaq isə hamiləlikdən, hətta hamiləlik baş vermədən o orqanizmin hazırlanmasıdır. bəli. Doktor, Azərbaycanda uşaqların ana südü ilə qidalandırılması ilə bağlı vəziyyət necədir? Sizi qane eləyir? Ana südü ilə qidalandırma belə də babatdır. Əlbəttə ki, əla deyil. Əla deyil. Hə, yox, mənə görə əla deyil. Niyə? Çünki doğum evlərimizdə donor südü bankı yox, süni qidalar var. Ona görə əla deyil. Əla o zaman olar ki, ilk gündən uşaqların, yeni doğmuş uşaqların mədəsinə düşən qida ya öz anasının südü olsun, ya başqa anasının südü olsun. Ana vermək İnsan istəmirsə südü olsun. Yox, indi o artıq ayrı kateqoriya insanlardır. Yəni o elə insanlar azdır. Ana südünü vermək istəməyənlər, o heç, amma kütləvi olan budur ki, ilk gündən süni qida verilir doğum evlərində. Bizə səbəb odur ki, donor südü məsələsi yığışdırıldı, var idi o vaxtı ilə. Donor südü, amma sonradan qərar qəbul, bu əlbəttə ki, biz genofondun əleyhinə olan bir qərar oldu ki, donor südünün yığışdırılması. Düşünüldü ki, güya ki, süni ana südü başqasının ana südündə nəsə keçə bilər. İnfeksiya keçə bilər. Yox, yəni infeksiyalar əslində heç bir infeksiya ana südündən keçmir. Heç bir. İstənilən infeksiyası olan ana süd verə bilər. Bəli. Vərəm infeksiyası olan ananın özünə görə südü verdirmirik. Ana özü zəifləyərdi. Ya da açıq olacaqdı, uşaqla sıx təmasda olub ağız, nəfəs yolu ilə uşağa yoluxa bilərdi, uşağı uzaqlaşdırırıq onu. Bircə gic. Gic. O da necə? Yəni el arasında belə deyilir. İlk Malozeva ilə. İlk ağız südündən keçir. O da bütün doğuşa gələn, KSR müraciət edən, xəstəxanaya müraciət edən, hamısında o check-up müayinə birinci paketin içinə daxildir, mütləq şəkildə. Ona görə də o da özünüz bilirsiniz ki, çox az olan bir şeydir. Yəni o da yoxlanan bir şeydir, yəni. Yəni hepatitlər falan da burada əks göstəriş deyil. Ona görə də inşallah mən ümid edirəm ki, donor südü bankı bərpa olunacaq. Ana südü qəbul edir, amma ana xəstələndi. O zaman nə etməlidir? Bəli, davam eləməlidir. Bəli, ana südü, ana xəstələndəsə onun südü ilə immun cisimlər keçəcək uşağa. Uşağa immunitet keçəcək. Hə, elə bir ki, uşağa peyvəndləyəcək. Bəli, ancaq çünki həmin vaxt ana xəstədir, onda immun cisimlər, anticisimlər yaranır da, o xəstəlik virusu və o südə keçir. Südlə də uşağa keçir. Zaten 6 ayına qədər uşağı saxlayan ana südünün içindəki anticisimlərdir. Hə, və uşaq ananın qızdırması olsa belə uşaq süd əməyə davam eləməlidir. Yəni 39-40-da olsa südün tərkibində heç bir dəyişiklik baş vermir, yəni yüksək hərarətdə. İnsanlar arasında peyvəndə qarşı biraz bir ayrı seçkilik var, fikir ayrılığı var. Çoxu qorxur, çoxu düşünür ki, peyvənddən sonra uşağın halı dəyişə bilər. Nə məsləhət bilirsiniz? Heç bir şey baş vermir. Panikaya düşməsinlər, narahat olmasınlar. Pis halı onda dəyişə bilər həqiqi mənada ki, o peyvəndin qoruduğu xəstəliyə yoluxsa. Həqiqi hal dəyişmə onda ola bilər. Ondan da Allah qorusun, yəni çox pis xəstəliklərdir, o peyvəndin qoruduğu xəstəliklər və bugünkü gündə bizim milli peyvənd cədvəlimizdə 11 xəstəlikdən qoruyur peyvəndlər. Onlar da yəni yan təsir olaraq yüngül hərarət verə bilər, deyək ki, yeri ağrıya bilər vurulan iynənin. Uşaq 3 gün ərzində necə
ki, xəstələnən uşaq narahat ola bilər, biraz deyək ki, belə yuxusu pozula bilər və Bəli. sair iştahı azala bilər. Bunlar böyük bir şeylər deyil. Ancaq xüsusi əlamətlər olarsa, yəni yüksək qız 39-40-a çatan qızdırma, ya uşağın şok deyəndə ki, daha artıq aşırı reaksiyası, bəli. hiperəssaslığı, o zaman bu nəzərə alınır. Ki, yəni, amma saxlayıb, gətirib onu uşağın yeriyən və danışan vaxtına salmaq çox böyük səhvdir. Uşaqları necə qidalandırmalıyıq? Uşaqların qida ilə immunitetini necə qaldırmaq olar? Zaten sağlam qidalanma özü artıq sağlam immunitet üçün bir sığortadır. Yəni sağlam qidalanan insan immuniteti yaxşı olacaq. Amma immunitet anadan gəlmədir də. Bu da bilirsiniz biraz ağıl kimi bir şeydir, yəni doğulur insan ondan, nə azalmır, nə çoxalmır. Yəni immunitet dəyişən şey deyil. Biz insanlar arasında biraz yanlış düşüncə var ki, necə onun immunitetini qaldırım? İmmuniteti zəiflətmək olar, əlbəttə ki, zərərli təsirlərlə, amma qaldırmaq həm təhlükəlidir. Təhlükəlidir, bəli. İmmunitetdən oynamaq olmaz. Bəzi preparatlar var, üstündə immuna yazılır, ona verirlər. İmmuniteti aktivləşdirir müxtəlif şeylərlə, amma olmaz. Və adicə bir şey deyim sizə, qarazirə toxumu və onun yağı da, yəni hamı bilir yaxşıdır, immuniteti belə artırır falan. Məsələn, 3 yaşına qədər olmaz, hamilələrə olmaz. Çünki güclü biostimulyatordur və uşaqlara da böyüyən orqanizmdir deyə biz immuniteti böyüklərə də immunitetdən oynamamalıyıq. Çünki çaşıb öz bədənimizə qarşı immun ataka keçə bilər. Yəni bu baxımdan immuniteti məsələn sarı kökdür deyək, kurkumin maddəsi var da onun tərkibində. Bu qarazirədir, zəfərandır. Bunlar hamısı immuniteti biz necə immunitetə belə bir dəstək verən, onu bir itələyən, ancaq biz bilmirik onu itələyib hara aparacaq. Ona görə onlar həmişə az miqdarda istifadə olunmalıdır. Yaxşı deyib çox eləmək olmaz. Ona görə biz immunostimulyasiya etməməliyik. Təşəkkür edirik gəldiyiniz üçün, maarifləndirdiyiniz üçün. Mən təşəkkür edirəm. Çox xeyirli və uğurlu olsun. Verilişimizə isə Kraton Klinikasının baş sponsorluğu baxırsınız. Kraton Klinik sağlamlığınızın qeydinə qalır. Klinikada qadın, kişi və uşaq sağlamlığı, eləcə də gastroenterologiya, hepatologiya bölmələri fəaliyyət göstərir. Sağlamlığınızla yanaşı, gözəlliyiniz də qeydinə qalan klinikada kosmetologiya və estetik cərrahiyyə şöbələri də var. Sağlam uşaq, sağlam gələcəkdir devizli rəhbərini tutan klinikada ayrı-ayrı istiqamətdən olduğu uşaq sağlamlığı mərkəzi mövcuddur. Klinikanın reabilitasiya şöbəsində manual terapevt, fizioterapevt və reabilitoloqlar fəaliyyət göstərir. Mərkəzimiz peşəkar tibbi personel ilə yanaşı ən müasir cihazlarla da təmin olunmuşdur. Burada çalışan yüksək peşəkar mütəxəssislər, endokrinoloq, kardioloq, terapevt, infeksionist, ginekoloq, uroloq, androloq, dermatoloq, diyetoloq və digər poliklinika ixtisaslarında tibbi xidmətlər aparılır. Klinikaya müraciət edərkən cərrahiyyə, radiologiya, ümumi və genetik laboratoriya, plazmaforez, flebologiya kimi müxtəlif yönlü müayinə və müalicə xidmətlərindən də yararlanmaq imkanınız olacaq. Kraton Klinikası estetik cərrahiyyə, ginekologiya və andrologiyada da istifadə olunan son model cihazlarla təmin olunmuşdur. Hörmətli pensiyaçılar, sizin üçün Kraton Klinikasında xüsusi endirimlər mövcuddur. Bu endirimlərdən yararlanmaq üçün e-sosial mobil tətbiqi yükləyib qeydiyyatdan keçərək tətbiqdəki barkodu ödənişdən əvvəl kassaya göstərməyiniz kifayət edir. Kraton Klinik sağlamlığınız uğur hekayəmizdir. Verilişimizə Kraton Klinikasının sponsorluğu ilə baxırsınız. Verilişimiz davam edir. Qonağımız Kraton Klinikasının həkimi, tibb üzrə fəlsəfə doktoru, kardioloq Natəvan İsmayılovadır. Xoş gəlmisiniz Natəvan. Çox sağ olun, minnətdaram. Sağ olun. Siz necəsiniz? Yaxşı, olasınız təşəkkür hər edirik. zaman. Ürək-damar xəstəliklərinin əsas səbəbləri nədir? Çox gözəl və aktual sualdır. Ürək-damar xəstəlikləri bir gündə baş vermir. Əlbəttə ki, biz buna səssiz proses deyirik. Ürək-damar xəstəlikləri illərlə yavaş-yavaş altdan inkişaf edərək təəssüf ki, ağır fəsadlara və nəticələrə gətirib çıxara bilər. İnsan illərlə özünü sağlam hiss edər, amma ki, ürək-damar xəstəliyi inkişaf edir. Əsas səbəblər arterial hipertenziya, şəkərli diabet, siqaret çəkmə, o cümlədən nikotin tərkibli başqa vasitələrdən istifadə, aşağı fiziki aktivlik,
piylənmə, stress, yuxusuzluq, ağır iş rejimi, bütün bunlar ürək-damar sistemini zədələyərək ürək-damar xəstəliklərinə və ən əsası sevmədiyimiz ağırlaşmalara, insulta, infarkta gətirib çıxara bilər. Ürək xəstəliklərindən qorunmaq üçün gündəlik nəyə diqqət etməliyik? Əslində ürək-damar xəstəliklərindən qorunmaq çox da çətin deyil, amma bir o qədər də çətindir. Çünki belə bir vasitə yoxdur ki, mən bir dərman qəbul elədim, bütün risk amillərindən azad oldum. Bəli. Asan tərəfi odur ki, onun qarşısını almaq mümkündür. Məsəl üçün, yeməyimizə diqqət edərək, pəhrizimizi qoruyaraq, məsələn, duzlu qidalardan biraz kənarlaşsaq, yağlı, çörək, karbohidratlardan kənarlaşsaq, fiziki aktiv olsaq, məsəl üçün, mütəmadi bir orta intensivlikli fiziki aktivlik ürək-damar risklərini azaldır. Sonra yuxu rejimimizi bərpa etsək, məsələn, axşam yatmazdan əvvəl telefondan, televizordan kənarlaşıb bir özümüzü yuxu rejiminə salsaq, otağı sərinləşdirsək, havalandırsaq, qaranlıq otaqda yatmaq daha faydalıdır. Stressdən nə qədər mümkünsə artıq gündəlik həyatımızda uzaq dursaq, o qədər ürək-damar xəstəliklərindən qorunmaq olar və ən əsası da odur ki, ürək-damar xəstəliklərinin risk amilləri, məsələn, arterial hipertenziya, yəni yüksək qan təzyiqi, şəkərli diabet, prediabet, bu xəstəlikləri düzgün, adekvat idarə edərək biz özümüzü xoşagəlməz fəsadlardan qoruya bilərik. Bu yüksək təzyiqi olan insanların infarkt keçirmə riski də səhv eləmirəmsə çoxdur. İnfarkt və insult. İnsult. Ən çox, bəli, damar fəsadları keçirmə riski çox yüksəkdir. İlk növbədə ən azı bir təzyiqini ölçdürməlidir. Aha. Təzyiq ölçülməlidir və əgər yüksək rəqəm, yəni yüksək biz nəyə deyirik? 140-90 mm civə sütunundan yuxarıdırsa, biz buna artıq arterial hipertenziya deyirik. Əlbəttə ki, situasiyon təzyiq qalxmaları da ola bilər. Məsələn, bir stress zamanı bir nəsə baş verirsə, qalxa bilər. Amma ki, həkim qəbulunda 140-90-dan yuxarıdırsa və yaxud da ki, evdə 135-85-dən yuxarı rəqəmlər görürüksə, biz daha diqqətli olmalıyıq. Həkimə müraciət edirik. Lazım gələrsə, hər fərdə uyğun olaraq instrumental və laborator müayinələrdən keçərək diaqnoz təsdiqlənirsə, onun müalicəsi başlanmalıdır. Yəni bu mütəmadi olaraq olsa, yəni müraciət etməlidir həkimə, yoxsa ən azı bir neçə dəfə təzyiq qalxmasını müşahidə ediriksə, müraciət etmək bəli tövsiyə olunur. Həm də əsasən 40 yaşdan yuxarı. 40 yaşdan yuxarı. Doktor, bəs hansı hallarda mütləq şəkildə biz kardioloqa müraciət etməliyik? Döş qəfəsində sıxıcı ağrılar, döş qəfəsində təzyiq edici ağrılar varsa, məsələn, fiziki aktivliyə reaksiyamız, bədənimizin reaksiyası bir fərqlidir. Məsələn, daha çox yoruluruq. Təynəfəslik baş verir. Yoxuş qalxanda, pilləkən qalxanda, fiziki aktivliklə əlaqədar və yaxud da ki, qida qəbulundan sonra döş qəfəsində ağrı, tənginəfəslik baş verirsə, baş gicəllənmə, bayılma olubsa, belə şikayətlər olarsa, heç təxirə salmadan həkimə müraciət etmək vacibdir. Deyirlər ki, ürək-damar xəstəlikləri adətən genetikdir. Əgər ailədə birinci dərəcəli qohumlarda ürək-damar xəstəlikləri varsa, əgər ailədə erkən yaşlarda ürək-damar hadisəsi, məsəl üçün miokard infarktı, insult tarixçəsi varsa və yaxud da ki, birinci dərəcəli qohumlarda hansısa bir cihaz taxılma tarixçəsi varsa, məsəl üçün kardiostimulyator və yaxud implantasiya olunan kardioverter, defibrillator, belə olan hallarda çox diqqətli olmaq lazımdır və ilk simptomlar, nəsə bir xoşagəlməz simptomlar baş verərsə, həkimə müraciət etmək lazımdır və hətta heç bir simptomatika olmasa belə 40 yaşdan yuxarı şəxslər mütəmadi olaraq check-up müayinələrdən keçməlidir. Bəli. Mən belə fikir vermişəm ki, Səidə xanım, check-up müayinələrində demək olar ki, ultrasəs müayinəsindən, KT hər bir şey eləyirsən, amma çox maraqlıdır ki, ürək o qədər də yada düşmür. Əslində ən vacib orqanlardadır. Əslində ən vacib və məsələn, mən çox heç vaxt asan. onu Bir çox hallarda çox asan müayinə üsullardır, hansı ki heç invaziv də deyil.
Amma Çox eləmirik, az çox vaxt, qəribədir. bəli. Əslində Təəssüf mənə ki. elə gəlir ki, Zümrüd xanım, qadınlar ürəyi yadından çıxardır. Kişilər Doğru, müayinəyə çünki gedəndə, riskimiz daha bəli, azdır, kişilər elə müayinəyə gedəndə birinci ürəklərini yoxlatdırırlar. O da nəyə görə? Belə bir mif yayılıb ki, Fikirlər, bəli. infarkt daha çox kişilər Kişilərdə arasında olur. Qadınlarda bu xəstəliyə doktor daha yaxşı deyə bilər. Qadınlar arasında bu xəstəliyə rast gəlinmir deyirdilər, amma son illər qadınlar arasında da infarktın Çox doğru buyurursunuz. Halları Hətta çox- bizim infarkt halları çoxalıb. dərs vəsaitlərimizdə belə infarktın daha çox belə doğru dillə desək kişi xəstəliyi, bəli, kişi xəstəliyi olduğu düşünülürdü. Nəyə görə bu belədir? Kişilər daha çox siqaret çəkir. Bura həm ənənəvi siqaretlər, həm elektron siqaretlər, həm də ki nikotin tərkibli hər hansı bir vasitələr aiddir. Kişilər daha çox stresi içlərinə atırlar. Kişilərdə dislipidemiya, yəni yüksək xolesterin və xolesterinin pis fraksiyasının artması daha çox rast gəlinir. Qadınlarda isə menopauzaya qədər bizim qoruyucu hormonlarımız var. Onlar qadınlarımızı ürək-damar xəstəliklərindən müəyyən qədər qoruyur. Menopauzadan sonra isə bu fərq demək olar ki, sıfıra bərabərdir və ümumiyyətlə ürək-damar xəstəlikləri və miokard infarktı nə kişi, nə qadın xəstəliyidir. Ürək-damar xəstəlikləri risk amillərindən və həyat tərzindən asılı olan xəstəliklərdir. Son zamanlar ürək xəstəliklərindən qəfil ölümlər çoxalıb. Bunun səbəbi nə ola bilər? Bax, yəni nədən? Əlbəttə ki, son zamanlar Daha gəncləşib. Bəli, həm ölüm gəncləşib, həm ürək-damar xəstəlikləri gəncləşib. Bunun bir neçə məqamı var. Birincisi biz artıq bu ölümlərdən xəbərdarıq. Sosial media vasitəsilə artıq hamı hər şeydən xəbərdardır. Ürək-damar xəstəlikləri zamanı belə siqaret çəkmə həyat tərzinin modifikasiyasında ilk bənddən biridir. Və siqaret çəkmə üçün heç bir dar cığırımız belə yoxdur. Yəni siqareti azaltmaq riski azaltmaq demək deyil. Bir mənalı dayandırılmalıdır. Sonra energetik içkilər. Energetik içkilər və alkoqol qarışığı. Yəni bir çox hallarda bu belə istifadə olunur. Energetik içkilərin yeniyetmələr və gənclər tərəfindən istifadə olunması. Bunun bir başqa tərəfi də odur ki, iş rejimi, ağır iş rejimi insanların daha çox ayıq, daha çox oyaq qalma tələbini irəli sürür ki, onun da yolunu ancaq energetik içkilərdən istifadədə tapırlar. Ona görə bu hallar gəncləşib və bir başqa bir məqam da odur ki, ürək-damar xəstəlikləri dediyim kimi bir çox hallarda səssiz, sədasız keçir və idman zallarında ağır fiziki aktivliklə məşğul olanlar, energetik içki içənlər, siqaret çəkənlər, ağır iş rejimi, yuxu rejiminin pozulması, bunlar hamısı əlbəttə ki, xoşagəlməz fəsadlara yol açır ki, bu da ki İnfarktda bəli, bəli. Bizim məşğul olduğumuz hansı idman növü ürəyimiz üçün təhlükəlidir? Ürəyimiz üçün təhlükəsiz hansılardır? Bəli, Sadə təhlükəsiz. gəzinti, sadə yürüyüş, 30 dəqiqə ərzində orta intensivlikli bir yürüyüş. Açıq havada. Açıq havada. Biz hələ nəfəsimiz tezləşir, nəfəs almamız tezləşir, amma hələ danışa bilirik. Bu temp ideal bir tempdir. Üzgüçülük, yoga, rəqs, velosiped sürmək, stolüstü tez, pilates, stolüstü tenis, yoga, bəli, bunlar ürəyimiz üçün nəinki təhlükəsiz, hətta çox faydalıdır. Nə təhlükəlidir? Əgər bir şəxs idman salonunda ağırlıq qaldırmaqla məşğuldursa və yaxud da ki, hansısa bir ağır fiziki aktivlik növü ilə məşğul olursa, mütləq ürəyi yoxlanmalıdır. Və qəfləti ölümün də əsas səbəblərindən biri həyati təhlükəli aritmiyalardır. Əslində hər gün qəbulumuzda olan insanlar, hipertenziyası olanlar, ürək işimi xəstəliyi olanlar, bunların hamısı qəfləti ölümlə üzləşə bilər. Miokard infarktın ilk simptomları hansılardır və nə qədər vaxtda müdaxilə eləmək olar? Yaranandan nə qədər tez müdaxilə olunsa,
o qədər bizim miokardımızın, yəni ki, ürək əzələsinin qorunma şansımız daha çoxdur. Əgər bizim yanımızda hər hansı bir şəxs özünü pis hiss edərsə, bayılarsa və yaxud da ki, şiddətli ağrısı olarsa, bizim əsas eləyəcəyimiz iş İlk növbədə tibbi briqadanı çağırmaqdır. Yaxşı olar ki, hər birimiz təməl həyat dəstəyi bacarıqlarına yiyələnək. Yəni bu həqiqətən də çox maraqlı və bir günlük bir treninqdir. Hamı keçə bilər bunu və belə olan halda qəfləti ölümlə qarşılaşanda biz xəstəni tibbi briqada gələnə qədər həyatda saxlaya bilərik və artıq sonra biz tibbi briqadaya təhvil verib onlar daha təkmil bir proqramlarla o xəstəni həyata qaytara bilərlər. Əgər xəstənin huşu yerindədirsə, sadəcə bir ağrısı varsa, xəstəyə rahat bir vəziyyət veririk. Öyünmə, qusma, yəni burada bir nevroloji bir simptomatika varsa, xəstəni böyrü üstə qoymaq lazımdır. Xəstənin dili gedib, ağzına bir çalışmaq, onun dilini çıxartmaq və ya nəsə başqa bu cür müdaxilələrə ehtiyac yoxdur. Yox, lazım deyil. Aydın. Və gözləyirik tibbi briqadanın gəlməyini. Aydındır. Ürək dərmanlarının uzun müddətli qəbulunun fəsadları ola bilərmi? Ümumiyyətlə ürək damar xəstəliklərinin müalicəsi bir çox hallarda uzun müddətli və daimi ömürlükdür. Kurs müalicə deyil. Davamlı bir müalicədir. Məsələn, arterial hipertenziya, yüksək qan təzyiqinin müalicəsi davamlıdır. Əlbəttə ki, müalicə əsnasında dərmanın dozası dəyişdirilə bilər. Hətta dərman özü dəyişdirilə bilər, əgər yan təsir ortaya çıxarsa. Amma bunu heç bir halda pasiyent özü öz başına etməməlidir. Və burada riayətkarlıq çox vacibdir. Uzun müddətli qəbul əslində doğru qəbuldur, düzgün qəbuldur və sadəcə olaraq hər hansı bir qrup dərmanları uzun müddətli təyin eləyəndə həkim yan təsirlərini, ola biləcək fəsadları nəzərə alır və xəstəni kontrol müayinəyə çağıraraq, laborator və instrumental müayinələrdən keçirərək dərmanların yan təsirləri və fəsadları barədə məlumat toplayır. Və əgər gərəkərsə, o zaman dərmanın dozasını dediyim kimi ya azaldar, ya başqa bir dərmanla əvəz edər. Amma heç bir halda unutmuruq ki, dərman təyini olubsa, dərmana göstəriş varsa, bu müalicə davamlı olmalıdır. Uzun müddətli və bir çox hallarda ömürlük. Doktor, bəs profilaktika üçün qəbul edilən dərmanlar nə qədər faydalıdır, nə qədər ürəyimizi qoruyur? Bu çox incə mövzudur. Əgər xəstədə hər hansı bir ürək damar xəstəliyi təsdiqlənibsə və yaxud xəstə yüksək risk qrupuna aiddirsə, o zaman profilaktik tədbirlə həkim tərəfindən müalicə təyin oluna bilər. Amma tam sağlam şəxsdə heç bir göstəriş olmadığı halda bu dərmanlar faydadan çox zərərə gətirib çıxara bilər. Birincili profilaktika üçün, yəni birincili profilaktika nədir? Hələ xəstəlik yoxdur. Xəstəlik əmələ gəlməsin deyə, inkişaf etməsin deyə bir tədbir. Bu tədbir üçün hər hansı bir qandurulaşdırıcı dediyimiz antitrombotik vasitələrin qəbulu faydasızdır və hətta təhlükəlidir. Olmaz. Dərmanlar seçilir fərdi, individual. Yəni burada o qədər çox məqam nəzərə alınır ki, təzyiqin rəqəmi, yəni bizim məqsədimiz təkcə təzyiqin rəqəmini endirmək deyil. Bizim məqsədimiz elə dərman seçməkdir ki, xəstənin yanaşı xəstəliklərini nəzərə almaq, həyat tərzini nəzərə almaq, piylənməsi var, yoxdur. Və yaxud da ki, başqa bir məqamları nəzərə alaraq, risk amilləri nəzərə alaraq təzyiq dərmanı seçilir. Və bu dərman bizim yalnız rəqəmi aşağı salmır, o cümlədən ürək-damar hadisə riskini aşağı salır, xəstənin ölüm riskini aşağı salır. Fərdi qaydada bir dərman seçilir, dərmana xəstə başlayır və bizim 3 ayımız var ki, biz təzyiqi normallaşdıraq, riskləri endirək və xəstə uzun müddət, çox güman ki, ömürlük dərmanına davam edəcək. Və burada riayətkarlıq çox önəmli rol oynayır. Xəstə dərmanı başlayır, bir müddət sonra özünü yaxşı hiss edir və hansısa səbəbdən və yaxud da ki, hər gün dərman qəbul etmək
istəyinin olmaması səbəbi olsun, o dərmanı dayandırır. Və yaxud da ki, onu keçir fasiləli. Məsələn, bu gün təzyiqim var, qəbul etdim. Sabah yoxdur, qəbul etmədim. Belə hipertenziyanın müalicəsi düzgün müalicə deyil. Adətən yüksək təzyiq, məsələn, təzyiqi yoxlayır, təzyiqi qalxıb, yüksəkdir və dərhal türkə çarə ortaya gəlir. Limon və ayağa isti suya qoymaq. Bəli, artıq biz xor şəklində bunu deyirik. Faydasını görürlərmi? Görürlər. Yəni özlərini yaxşı hiss eləyirlər. Yəni belə davam etsələr hansı fəsadlarla qarşılaşa bilərlər? Ən yaxşı halda insult, infarkt, xronik böyrək xəstəliyi, göz dibinin zədələnməsi, korluqla hətta nəticələnən. Bilirsinizmi? Əlbəttə ki, limon sıxmaq, ayaqları isti suya qoymaq təzyiqi bir qədər endirir. O an üçün. Bəli. Və bizim də bayaq da qeyd etdiyimiz kimi bizim hədəfimiz təkcə rəqəm endirmək deyil. Bəli. Bizim hədəfimiz orqanlarımızı qorumaq və riskləri azaltmaqdır ki, onu nə limon, nə isti su bacarır. Yüksək təzyiqdən danışdıq. Aşağı təzyiqlər üçün hansı təhlükə var? Əslində biz aşağı təzyiqləri o qədər də sevmirik, çünki onlara təsir etmə mexanizmlərimiz də daha azdır, amma bunun müəyyən risk amilləri var və ən çox rast gələni yetərli qədər maye qəbul etməmək. Yetərli qədər maye qəbul edərsə təzyiq normallaşar. Bəzi hallarda əgər göstəriş olarsa müayinələr aparılır. Əgər bunun ciddi bir, başqa bir, məsəl üçün endokrinoloji səbəbi və yaxud nevroloji səbəbi aşkarlanmırsa, o zaman məsələn sonralar ayaqlara kompression corab və yaxud da ki, hər hansı bir manyovrlar, müxtəlif manyovrlar var. Onları xəstəyə öyrədirik ki, təzyiqin enməsini hiss eləyəndə xəstə düşünür ki, bu dəqiqə mən bayılacağam. O zaman o hərəkətləri eləyir, təzyiqi qaldırır. Amma dediyim kimi ən çox rast gələn risk amili su içməmək. Az maye qəbul edirik biz. Biz içirik kofe, biz içirik müxtəlif kompot, çay, amma adi suyu içmirik. Mənim ürək döyüntüm həddindən artıq çoxdur və ürək döyüntümün çoxalması mənə narahatlıq verir. Müayinədən keçirəm, hər şeyin qaydasında olduğunu deyirlər. Amma bəzən yatarkən belə qulağımda ürək döyüntümü hiss edirəm. Bilirsinizmi, ürək döyünmə kimi bir şikayəti xəstələrimiz iki məsələyə eyni cür şamil eləyir. Həm ürək vurğularının sayının artmasına, həm də ki, ürək vurğularının gücünün artmasına. İkisinə də ürək döyünməm artıb deyir. Əgər siz həkim qəbulunda olmusunuzsa, ürək vurğularının sayı norma civarındadır və ürək vurğularının sayını artıra biləcək bütün xəstəliklər istisna olunubsa, o zaman deməli normaldır. Yəni burada bir problem axtarmırıq. Amma ki, ürək vurğularının sayının artması, yəni takikardiya hər zaman yalnız ürək-damar xəstəliyi səbəbli olmaya bilər. Burada həm qan azlığı, həm qalxana bənzər vəzin funksiyasının pozulması, nevroloji bir pozulmalar, bunlar hamısı nəzərə alınaraq bu vəziyyət idarə olunmalıdır. Aritmiyalardan da danışaq. Hansı növləri təhlükəlidir? Aritmiyaların həyati təhlükəli növləri mədəcik aritmiyalarıdır. Hansı ki, məhz elə qəfləti ölümə gətirib çıxarır. Başqa tərəfdən aritmiyanın bir mədəcik üstü bir növü də var ki, səyrici aritmiya, yəni qulaqçıq fibrilyasiyası, bu da yəni ciddi bir problemdir və yayılması da artıb və bu aritmiya da xeyli cavanlaşıb ki, bu aritmiya zamanı insult riski yüksək olur, ümumiyyətlə tromboemboliya riski yüksək olur, ürək çatışmazlığı riski yüksək olur. Bu aritmiya zamanı bir çox fəsadlarla biz qarşılaşa bilərik. Ona görə sadə bir nəbzin palpasiyası ilə biz hiss eləyirik ki, orada bir qeyri-müntəzəmlik var. Məncə bir həkimə müraciət edək. Çünki sadə sakitlikdə çəkilən 12 aparmalı EKG-də, hansı ki, faktiki olaraq bir 3-5 dəqiqəmizi alır, biz ciddi aritmiyaları və blokadaları görə bilərik və yaxud da ki, onlara yol açan məqamları görə bilərik ki,
bu da bizim həyatımızı qoruyar. 140-90 mm civə sütunundan yuxarı olan təzyiq bu artıq arterial hipertenziyadır. 130-139, 80-89 arası olan təzyiq yüksək normal təzyiqdir. Yəni yüksəlmiş təzyiqdir. Bizim hədəfimiz ideal variantda 120-70-dir. Əlbəttə ki, bəzi qrup şəxslər var ki, məsəl üçün yaşlı xəstələr, kövrək xəstələr, onlar bu 120-70-i yaxşı tolerə etmirlər, yaxşı keçirmirlər. Ona görə onlara biraz yuxarı təzyiqdə saxlamaq olar. Amma əsas hədəfimiz 120-70-dir. Norma 120, 130, 70, 79 arasıdır. Bəs ürək döyüntümüz? Ürək döyüntümüz əslində 70, 75, hətta bəzi şəxslərdə 60, 55 olsa belə bu norma hesab olunur. 90-dan yuxarı artıq. 100-dən yuxarı artıq biz buna takikardiya deyirik. Əlbəttə ki, məsələn, fiziki aktiv olanda ürək vurğularının sayı artmalıdır. Bu normadır. Artmırsa qeyri-normaldır və burada mütləq müayinə lazımdır. Doktor, verilişimizin sonuna gəlib çatırıq. Çox istərdim ki, bizi izləyən tamaşaçılarımıza öz tövsiyələrinizi, öz məsləhətlərinizi verəsiniz. Ürəyimizi qoruyaq. Vaxtı-vaxtında profilaktik müayinələrə gedək. Aktiv həyat tərzi keçirək, fiziki aktiv olaq. Qidamıza fikir verək, yuxu rejimimizə fikir verək. Bəli. Çalışaq nə qədər mümkündür stressdən uzaq duraq və əgər şikayət yaranarsa, həkim qəbuluna getməyi ertələməyək. Çox sağ olun Natəvan xanım. Qonağımız Kraton klinikasının həkimi, tibb üzrə fəlsəfə doktoru, kardioloq Natəvan İsmailova idi. Verilişimizin baş sponsoru Kraton klinikasıdır. Bizə baxın ki, həkiminizi yaxşı tanıyasınız. Bizi sosial şəbəkələrdə də izləyə bilərsiniz. Hələlik. Sağ olun. Kraton klinik sağlamlığınızın qeydinə qalır. Klinikada qadın, kişi və uşaq sağlamlığı, eləcə də gastroenterologiya, hepatologiya bölmələri fəaliyyət göstərir. Sağlamlığınızla yanaşı, gözəlliyiniz də qeydinə qalan klinikada kosmetologiya və estetik cərrahiyyə şöbələri də var. Sağlam uşaq, sağlam gələcəkdir devizni rəhbərini tutan klinikada ayrı-ayrı istiqamətlərin olduğu uşaq sağlamlığı mərkəzi mövcuddur. Klinikanın reabilitasiya şöbəsində manual terapevt, fizioterapevt və reabilitoloqlar fəaliyyət göstərir. Mərkəzimiz peşəkar tibbi personel ilə yanaşı ən müasir cihazlarda da təmin olunmuşdur. Burada çalışan yüksək peşəkar mütəxəssislər, endokrinoloq, kardioloq, terapevt, infeksionist, ginekoloq, uroloq, androloq, dermatoloq, diyetoloq və digər poliklinika ixtisaslarında tibbi xidmətlər aparılır. Klinikaya müraciət edərkən cərrahiyyə, radiologiya, ümumi və genetik laboratoriya, plazmaforez, flebologiya kimi müxtəlif yönlü müayinə və müalicə xidmətlərindən də yararlanmaq imkanınız olacaq. Kraton klinikası estetik cərrahiyyə, ginekologiya və andrologiyada da istifadə olunan son model cihazlarla təmin olunmuşdur. Hörmətli pensiyaçılar, sizin üçün Kraton klinikasında xüsusi endirimlər mövcuddur. Bu endirimlərdən yararlanmaq üçün e-sosial mobil tətbiqi yükləyib qeydiyyatdan keçərək tətbiqdəki barkodu ödənişdən əvvəl kassaya göstərməyiniz kifayət edir. Kraton klinik sağlamlığınız uğur hekayəmizdir.